Salam, hər birinizi yeni test izah videosuna xoş gördük. İzah videomuz DİM ikinci hissə toplu 2025-dən üzvü birləşmələr arasında genetik əlaqə ətraflı yazısı olacaq. Başlayırıq birinci sualdan. Propin üstəgənsin su civə düzları iştirakında X alınıb, X-in də hidrogenləşməsinə Y alınıb. Deməli, propin alkindir. Biz bilirdik ki, asetilin istisna digər alkinlərin hidratlaşmasından karbon sayına uyğun keton alınır. Burada da 3 karbon varsa aseton alınacaq. Bu X maddəsidir. Və asetonun da hidrogenləşməsindən təbii ki, Y maddəmiz olacaq. Hidrogen buradakı pirabitə qırılır. Biri bu karbona, biri də bu karbona birləşir, oksigenə birləşir. Propanol 2 alınacaq. Bu da Y maddəsi. X maddəsinin beynəlxalq nomenklaturaya əsasən adını yazın. 3 karbonu olan ketondur bu. Gördüyünüz bu keton. Təbii ki 1, 2, 3 propanon olacaq. Birincinin cavabı propanon. Y maddəsinin nisbi molekul kütləsini hesablayın. Y maddəsi də budur. C3 H8O. Deməli, CH8 44 üstə 16. 60 edir bu. 44 üstə 16. Bəli, 60 edir. İkincinin də cavabı 60 olacaq. İkinci suala baxırıq. Fransızlar. Deməli, metanın 1500 dərəcə parçalanmasına asetilen alınır. CH2 və H2 alınır. Plus H2 alınır. Buraya yazılır. Bilirik ki, H2 X əgər hidrogen olsa su ilə reaksiya girməz. Demək ki, X asetilendir. Asetilin də alkindir. Dedik ki, asetilin istisna digər alkinlərdən keton alınır. Bəs asetilin hidratlaşmasından alınır. Sirkə alınır. X-in molekulunda hibrid orbitallarının sayını istəyir. X-in molekulunda 2 karbon var. Hər ikisi sp hibrid vəziyyətdədir. Hər sp karbonda 2 hibrid orbital var. 2 karbonda da hərəsində 2 hibrid orbital olsa 4 hibrid orbital olacaq. Və Y-in molekulunda, yəni asetilində, sirkə aldehidində, yəni bunda sp3s örtülmələri hesabına yaranan rabitələri sayın. sp3 S-dir, karbonları yazırıq. sp3 karbon, S dedikdə hidrogen, sp2 karbon və S hidrogen. Burada sp3 S dediyi sp3 karbona birləşən S, yəni 3 hidrogendir. Baxın belə. sp3 S bir dənə, bax bir dənə sp3S, ikinci sp3S, üçüncü sp3S və sp3 sp2 sp3 sp2 bir sigma, sonra sp2 karbonla oksigen arasında 1 sigma 1 pi və sp2s bir dənə də sigma. sp3s dediyi üçün 3 olacaq. İkincinin cavabı. Üçüncü sualda CH5 xlorun etil xloridin natriumla reaksiyasından Würz reaksiyasıdır. Würz reaksiyasından radikal kopyalanırdı, 2 qat artırdı. Yəni butan alınacaq. Butanın da crackingindən CH6 çıxırıqsa, burada etilen CH4 qalacaq. X-in molekulunda metil qruplarının sayını deyirsə, bu zənciri açıq yazmalıyıq. CH3, CH2, CH2, CH3. Yəni, metil qrupu CH3'dür. 2 ədəd metil qrupu var. Birin cavabı 2 oldu. Və Y-in molekulunda isə hibrid orbitalların sayını istəyir. Y, CH4, yəni etilendir. Etilində karbonların hər biri sp2 hibrid vəziyyətdədir. Hər sp2 karbonda 3 hibrid orbital var. 2 sp2 karbonda 6 hibrid orbital var. Birin cavabı 2, ikinci cavabı 6 olacaq. Dördüncü suala baxırıq. Deməli, X su ilə reaksiyada əgər bu alınıbsa, yəni keton alınıbsa, bu birinci sualdır da. Aseton alınıb. Deməli, X propindir. X propindir. Elə birinci sualda bu idi bizdə. Və bu asetonun, baxın bunun, propanonun hidrogenləşməsindən də dedik ki, propanol 2 alınır. Yəni izopropil spirit alınır. Başqa adı. Y-də bu. X-in molekulunda qeyri-polyar kovalent rabitələrin sayısı isə karbon-karbon 1, 2, 3 və 4 dənə. Birinci cavabı 4. Y birləşməsinin
sinflərarası izomerinin kimyəvi formulunu yazın. İkinci, propanol 2-dir. Yəni doymuş bir atomlu spirtdir. Doymuş bir atomlu spirtlər doymuş sadə efirlərlə sinflərarası izomerdir. Sadə efir deyikdə oksigen ortada olurdu, ROR. Və 3 karbonu bu radikallarda paylamalıyıq. Birinə metil, birinə də etil yazsaq. C3H7OH-ın izomerini taparıq və bu da CH3OC2H5 olacaq. Yəni metil etil efiri. 5-ci sual. Glikozan qıcqırmasından yalnız CO2 alınıbsa, deməli X maddəsi etil spirtidir. Etil spirtinin mis-2 oksidlə oksiləşməsindən biz bilirdik ki, birli spirtlər, doymuş bir atomlu birli spirtlər oksiləşdikdə aldehid alınır. Yəni burada da 2 karbonu olan spirtdən 2 karbonu olan aldehid, yəni CH3CH sirkə aldehidi alınır. Y sirkə aldehididir. Sirkə aldehidinin də gümüş peroksid amoniak məhvu ilə reaksiyasından sirkə turşusu alınırdı. Həmçinin gümüş çökürdü. İndi X və Z-in qarşılıq təsirinə alınan maddənin molekulunda atomların ümumi sayını hesablayın. X və Z. X burada etil spirtidir, Z sirkə turşusudur. Sirkə turşusu və etil spirtinin reaksiyasından, turşu spirt reaksiyasından biz bilirdik ki, nə alınır? Mürəkkəb efir. Turşudan OH spirtdən H çıxır, CH3, COOC2H5, yəni etil asetat və su alınacaq. Bu alınan molekul budur. Burada da atomların ümumi sayı deməli 4, 5, 6, 7, o da 7, 14 atom olacaq və yaxud belə eləyə bilərsiniz. Bundakı atomları və buradakı atomları toplayıb suyun atomlarının 3-ü çıxa bilərsiniz. Sirkə turşusunda 8 atom var. Etil spirtində də 8, 9 atom var. 9, 8, 17 eləyir. 3 çıxsaq 14 atom eləyəcək. Yəni 1-in cavabı 14-dür. Y-in molekulunda M karbon və M oksigen nisbətini hesablayın. Y sirkə aldehidi. Karbon kütləsinin oksigen kütləsinə nisbəti 2 karbon atomu var. Bu eləyər 24. Yəni 2 mol karbon var, 24 qram. Və 1 mol oksigen var, 16. 24 və 16 da 1,5 olacaq. 2-nin də cavabı bu olacaq. 6-cı sualda metil xloridin natriumla reaksiyasından etan alınır. Etanla 4 mol xlorla reaksiyasından xlorun molu qədər H-ı əvəz eləyirik. C2, H2, xlor 4 və xlorun molu qədər H xlor çıxarıq. Reaksiya tənliklərini yazın və əmsallaşdırın. Deməli, reaksiya tənliklərini istəyirsə, birinci CH3 xlor üstəgəlsin natrium reaksiyasından CH3CH3, yəni etan alınır və natrium xlor da alınır. Burada alkandan başqa hamına bütün maddələri 2 atırıq və ikinci reaksiyada da C2H6 plus 4 xlor 2-də C2 H2 xlor 4 üstəgəlsin 4H xlor yazırıq. 0,5 mol xlor metandan, bu hərfini görmürdüm. Alınan Y-in kütləsini hesablayın. Deməli, 2 mol xlor metandan 1 mol etan alınır. Görürsünüz, 2-dən 1 alınır. Və 1 mol etandan 1 mol tetraxlor etan alınır. Yəni bu Y maddəsi alınır. Elə. İndi 0,5 mol xlor metandan deyil. Birbaşa biz 2 mol CH3 xlordan 1 mol C2H2 xlor 4 alınır deyə bilərik. Əsas burada karbon saylarının bərabər olması. Yəni 2 moldan 1 mol alınırsa 0,5 moldan da 0,125 mol alınır və kütləsini hesablayın dediyi üçün 0,125'i vurarıq C2H2 xlor 4'ün emerinə. Bu da 0,125 vursun 168 eləyir. 168 bunun emeridir. 42 qram olacaq. 2-nin də cavabı 42 olacaq. 3-cü suala baxırıq. Daha doğrusu 7-ci suala. 3 nədir? 7. Propen plus su. Artıq bu alkendir. Alken su ilə hidratlaşdıqda
Biz bilirdik ki, burada əsas məhsul Markovnikov qaydası üzrə H hidrogeni çox olan 2 qat karbona, OH hidrogeni az olan 2 qat karbona gedir. Əslində burada propanol 1 də alına bilər. Amma biz orta məktəbdə əsasən bunu götürürük. Propanol 2, X maddəsi budur. Bunun da mis 2 oksidlə reaksiyasından ikili spirt oksidləşəndə mis 2 oksidlə nə alınırdı? Keton alınırdı. Və bunu necə yadda saxlamaq lazım olduğunu da mən sizə demişdim. Demişdim ki, mis tək qalır. Oksigen OH-dan və OH-ın bağlı olduğu bu karbondan bir H çıxarır. Su alınır. Və təbii ki, OH-ın H-ı və OH-a bağlı karbonun H-ı itsə, onlar arasında bir 2 qat gələcək. CH3, CH. Y-in nisbi molekul kütləsi. Reaksiya tənliklərini yazdıq. Y-in nisbi molekul kütləsini hesablayın deyirsə, Y budur. Bu C3H6O-dur. C3H6O da 42 üstü 16-dır. 58. İkinin də cavabı 58 olur. Bu reaksiyonu ikinci dəfə yazırıq artıq. Bu olacaq sirkə aldehidi CH3CH. Sirkə aldehidi CH3CH. Hidrogenləşsə etil spirti alınır. CH3, CH2OH. Çünki baxın, bu sirkə aldehidində CH, COH var. Bu hidrogenləşəndə bir abitə qırılır. H-ın biri buna, biri də buna birləşir. Yəni CH2OH-a çevrilir. X-in molekulunda polyar kovalent rabitələrin sayını istəyir. X sirkə aldehidi. Sirkə aldehidində CH3, COH. Deməli, 3 dənə burada polyar kovalent var. 1, 2 dənə burada və 1 dənə də burada. Yəni 3 üstə 3, 6 dənə. Birin cavabı 6. Y-in siniflərarası izomerinin adını yazın. Y etil spirtidir. Etil spirtin siniflərarası izomeri bayaq da qeyd elədik ki, doymuş bir atomlu spirtlərin siniflərarası izomeri doymuş sadə efirlərdir. Yəni dimetil efir olacaq. Növbəti sual, 9-cu sual deməli. C6H5OH burada X maddəsi benzoldur. Burada su olduqda xlorun yerinə OH gəlirdi. C2H5OH Y və sirkə turşusu, daha doğrusu butan oksidləşməsində sirkə turşusu. Z-də sirkə turşusu. X-i də buraya yazın. C6H6. X maddəsinin adı benzol. Birinci cavabı benzol. Y maddəsinin formulunu yazmışam. Z maddəsinin eyni sayda karbon atomu olan doymuş bir atomlu spirtlə əmələ gətirdiyi mürəkkəbin səmərəli üsulunun adını yazın. Deməli, bu da C2H5OH. Eyni sayda karbon deyir. 2 karbona 2 karbon. CH3, COO, C2H5. Üstə yensin su. Bu da olur sirkə turşusunun etil efiri. Səmərəli üsulu. 10-cu sual. Deməli, asetilen aktiv kömürdən keçirdiyə benzola çevrilir. Benzol xlorla işıqda birləşmə reaksiyası verir. Heksaxlor, disikloheksan alınır. X maddəsi molekuluna polyar kovalent rabitənin sayını yazın. X maddəsi benzoldur. Benzolda polyar kovalent CH, karbon və H arası sigmalardır. Bu da H sayına bərabərdir. Birinci cavabı 6-dır. İkinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın. C6H6 plus 3 xlor 2, C6H6 xlor 6 alınır. 1 mol. Bu 2-nin cavabı idi. 4 mol xlorun artıq miqdar X ilə reaksiyasına alınan Y maddəsinin kütləsini hesablayın. 4 mol xlorun benzol xlor ilə artıq miqdar X ilə reaksiyasından. Benzoldur da bu. İndi burada Y maddəsinin kütləsini qramla hesablayın. Bu 4 mol olsa, amma bu artıq miqdar olsa, təbii ki. Yəqin ki, bu reaksiya üzrə deyir də.
Başqa nə reaksiya deyəcək ki? Burada reaksiya getsə 3 molu. Burada şəraiti verməyib. Verirsiniz, şəraitdən asılı olaraq benzonla xlorun reaksiyaları fərqli olur. Məsələn, dəmir xlorid katalizatorunu 1-in 1 əvəz etmə. Alüminiumla 1-in 6-ya əvəz etmə. İşıqda 1-in 3-ə birləşmə. İndi bu 4 mol olduğunu fərz eləsək, baxın 3 molu. İndi bu reaksiya işıqla veribsə, mən də işığa görə yazacağım. C6, H6, xlor 6 alındı. Baxın bu formul. Budur. Xlor, heksaxlor, disikloheksa. Hansı ki, bunu da yazın. Bunların hər birində belə bir qruplar var. Görürsünüz. Buna daha 1 mol xlorla təsir eləsək, xlor bu hidrogenlərdən birindən əvəz etmə verəcək. Yəni, C6, H5, xlor 7, üstə yansın H xlor alınacaq. Və artımı X reaksiya alınan Y maddəsinin kütləsini qramla hesablayan, yəni molyar kütləsini istəyər də hər halda. Molyar kütləsini istəyər. Bizə heç bir şərait də verməyibsə, mən bunu düşünürəm. Bu da (325,5 qram eləyəcək. Burada ikinci bir ehtimal. Nədir təbii ki? Əslində tam açıq verməyib. Yəni, mənim verdiyim bu şərtə görə. Çünki xlor burada işıqda siklo vəziyyətlə əvəz etmə verə bilər. Bu düşünülə bilər. Bu versiyadır. İkinci bir versiya isə bunun burada nəzərdə tutduğu şəkillə baxa bilərik. Bu əslində bunun verdiyi şərtlə düz gəlmir. Yəni biz belə düşünə bilərik. Çünki kütlə deyir, molyar kütlə demir. Biraz orası qaranlıqdır. C6, H6, xlor 6 desək, yəni 3 mol xlordan bunun emeri qədər 4-dən X deyə bilərik. Bu da bir versiyadır. Sadəcə olaraq məsələ nədir? Bu reaksiyanın ardında düşünə bilərik. Nə zaman belə düşünə bilərdik? Nə zaman? Bizə desəydi ki, işıqda reaksiya və bu məhsul alınsın. C6, H6, xlor 6. Yəqin ki, onun sonrası düşünülməyib. Bu özü kim sualı yazıbsa, sonrasını düşünməyib. Çox böyük ehtimal. Bunu da hesablasaq, bir dənə kalkulyator götürək. 35,5 olsun 6. Üstə gəlsin 78. Bu 291 eləyir. Bunu da 4-ə vurub 3-ə bölməliyik. Bu da 388-dir. Yəni cavab bu ikisindən biri olacaq. Mümkündür ki, bu da cavabı olsun, mümkündür ki, bu da olsun. İndi orta məktəb səviyyəsində biz bu reaksiyanı keçməmişik. Yəni xlorla siklonun xlorlu tərməsinə daha da xlorla təsir edib aparmaq. Əslində var belə, o mümkündür ki, olsun. Yəni nəzəri olaraq mümkündür reaksiya. Necə ki, alkanlarda halogenli törəməyə halogenlə təsir etdikdə hidrogen varsa yenə əvəz oluna bilir. Eləcə də burada da ola bilər. Bir də ki, ehtimal ki, bu da ola bilər. Çünki orta məktəbdə bu versiyanı görməyə bilərik. Amma bu versiyanı görmüşük. Sual biraz qaranlıqdır, açıq. 11-ci suala baxırıq. Deməli, bu reaksiya 12 mol metandan 0,8 mol benzol almışdır. Birinci reaksiyanın praktik çıxımı 50% olarsa, reaksiyadan ayrılan hidrogen mol miqdarını və ikinci reaksiyanın praktik çıxımını hesablayın. 12 mol metandan 0,8 mol benzol alınmışdır. Birinci reaksiyanın çıxımı, deməli, metan C2H2. 2 moldan 3 mol da H2 alınır. 12 moldan birinci reaksiyanın çıxımı 50%dirsə, vur 0,5. 2 moldan 1 mol bu, 3 mol bu alınırsa, 12 moldan 50% çıxımla, deməli, 3 mol bu, 9 mol bu hidrogen alınır. 12 moldan 50% çıxımla.
Sonra ayrılan hidrojen mol miqdarı 1 oldu 9 mol. İkinci nədir? Deyir ki, ikinci reaksiyanın praktik çıxımını hesablayın. İkinci reaksiyan C2H2 C6H6 üzərindən işləyəcək. C2H2-dən C6H6 alınırsa, bu 3 moldan 1 mol alınır və bizim 3 mol varımızdır. Deyir ki, 0,8 mol benzol alınır. Çıxımı hara qoyurduq? İlkin üzərinə versə də, soruşsa da, bax, vermişdi 50% 0,5'i buraya yazdıq. İndi soruşuq, çıxım yoxdur, yazırıq 0,1x. X böl 100 şəklində yazmalıydıq. Bunu nəzəriyyəmizdə demişik. Nəzəriyyədən də göstərək. Deməli, məsələ həllərimiz ana. Bəli, burada. Çıxım məsələləri. Deyir, çıxım məsələlərinə çıxım verildikdə də, soruşulduqda da, tənasübdə ilkin maddənin üstünə çıxım böl 100 kimi, yəni %1x kimi vurmaq lazımdır. Bu qədər sadə. Bəli. İndi burada biz x hesablamalıyıq. 3'lər ixtisar gedər. %1 x bərabərdir 8, x də bərabərdir 80%. Bu qədər. 12-ci suala baxaq. Bundan bayaq da yazdıq. Sirkə aldehidi verir. Və sirkə aldehidi mis-2 hidroksidlə oksidləşir. Bu aldehidlərin təyin reaksiyası da sirkə turşusu verir. X-in molekulunda, yəni sirkə aldehidində polimer kovalent rabitə sayını. Bir dəfə yazmışıq bunu. 3 burada, 4, 5, 6 dənə. Birinci cavabı 6. Və Y-in molekulunda karbon atomunun hibrid orbitallarının sayı. Karbon sp3 və karbon sp2. sp3 karbonda 4, sp2 karbonda 3. Cəmi də 7 hibrid orbital var. 2-nin də cavabı 7. 13. Etil spirti 425 divinil verir. Və polimerləşdikdə bu divinil kauçuku və ya butadiyen 1,3 butadiyen kauçuku verir. X-in molekulunda polyar kovalent rabitələrin X-in molekulunda polyar kovalent deyirsə, bu karbohidrogen isə H sayını götürürük. Bu da C4H6 olduğuna görə 6 polyar kovalent rabitə olacaq. Birinci cavabı 6. Və Y maddəsinin elementar halqasında hibrid orbitalların sayını, hibrid orbitalları hesablasaq quruluş vahidində sp3, sp2, sp2, sp3. Hər sp3-də 4, hər sp2-də 3, 8 plus 6, 14, 14 ümumilikdə hibrid orbital var. 2-nin də cavabı 14 oldu. 14-cü sual. Bir xlorbutan kalium OH spirtlə bir xlorbutan. Deməli, 1, 2, 3, 4. Bir xlorbutan deyirsə, gəlin hidrogenləri də tamamlayaraq qaydasına uyğun yazaq. Kalium OH spirt. Kalium OH spirt nə edirdi? Formuldan H və halogen çıxarırdı. Deməli, xlor buradan, H da buradan çıxsa, bunlar arasında 2 qat gələcək. CH3, CH2, CH, 2 qat CH2. Yəni, bu tem 1 alınacaq. Kalium xlorid və su alınacaq. X-in səmərəli adını deyirsə, 2 qat rabitəli karbonlara etilen, ona birləşmiş radikal etil, etilen. Y maddəsinin beynəlxalq üsullarını. Y maddəsi bu etil etilenə, yəni bu tem 1-ə 1 mol xlor birləşsə, xlor 2 qat rabitəli karbonlara birləşər, pini qırmaqla. Bunun da adı 1, 2, 3, 4, 1, 2 dixlor butan olar. Все, bu qədər. CH4 1500'də asetilen verdi. Asetilenlə vinil asetilen verir. C4H4 verir. Və bu da H xloruna xlorpren verir. C4H5 xlor verir. Gələk formullara. Asetilen budur. Vinil asetilen 213 kimi demişdim, yadda saxlayın. Yəni 2 qat, 1 qat, 3 qat. Ətrafına da karbonları düzsəniz vinil asetilen.
Vinil asetilin də H-xlorla reaksiyasından nə alınırdı? Xlorpren alınırdı. Bu da xlorpren. Bu da Z maddəsi. Y-in molekulunda, yəni vinil asetilin molekulunda hibrid orbitalların sayını. Hibrid orbitallar əslində karbohidrogenlərdə 4n-2pi ilə də hesablaya bilərsiniz. Yəni 4 vurulsun, n 4 karbon var, çıxılsın, 2 vurulsun, pi-də 3 dənədir. Bunu 4 4 16, 16-dan 6 çıxsaq 10. Və yaxud 2 karbon sp2-dir. 2 qat. 3 qat karbonlar sp-dir. Hər sp2-də 3 plus 3, hər sp-də 2 plus 2, 10 hibrid orbital var deyə bilərsiniz. Z maddəsinin polimerləşmə reaksiyasının tənliyini yazın. Z-in elə üzərində polimerləşməsini yazsaq, pir orbitalerin qırılması hesabına belə bir quruluş vahidi alınır. Xlorpren kauçuku və ya polixlorpren. Buradan bura. Bunu da yazdıq. Sonra gəldik 16-cı suala. Glikozan qızqırmasına 2 məhsul alınırsa, bu etil spirti və CO2-dir. 2-2. İndi bilmirik hansı X, hansı Y-dir. Yalnız Z alınıbsa bu sirkə, bağışlayın, süd turşusudur. 3 məhsul alınıbsa C3H7, COH, yağ turşusu, hidrogen və karbon qazı. Deməli, buradan da aydın olduğuna görə Y həm burada, həm burada varsa karbon qazıdır. Y karbon qazıdır. X də etil spirtidir. Z də yazdıq nədir? T də gördünüz nədir? T və X arasında. T və X arasında. Bu yağ turşusu və X etil spirti arasında reaksiyamız C3, H7, COO, C2H5 üstə gəlsin su olacaq. Yazdıq. Z-in molekulunda, yəni süd turşusu molekulunda kovalent rabitələrin sayını hesablayın. Kovalent rabitələrin sayını istəyir. Burada bu formulu belə bir açaq görmək üçün. Kovalent rabitələr 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 kovalent rabitə olacaq. Polyar kovalent deyir, bağışlayın. Polyar sözünü oxumamışdım. Bunu və bunu çıxacaq. Karbon-karbon rabitələrini çıxırıq. Çünki onlar qeyri-polyar. Yəni 10 olacaq. 17. Tolol. Bu kalium permanganatla oksiləşdikdə alınır COH və su, yəni benzoy turşusu. X benzoy turşusudur. Benzoy turşusunun natrium OH-la reaksiyasından, yəni C6H5 COOH-ın natrium OH-la reaksiyasından C6H5 CO natrium və su əmələ gəlir. Yəni Y budur, X da budur. X maddəsinin quruluş formunu yazmışam. Y maddəsinin mürəkkəb maddələrin hansı sinfinə aid olduğunu yazın. Duzlar. Duzdur. 17. Sonra 18. Propanol 2. Əslində bu reaksiya bir dəfə yazılıb. Mis 2 oksidlə oksiləşdikdə, bayaq da dedik, mis tək qalır. Oksigen OH-dan və OH-ın bağlı olduğu karbondan hidrogen çıxararaq H2-ya çevrilir və burada aseton alınır. CH3, O, CH3. Bu X maddəsidir. Bu hidrogenləşdikdə yenidən propanol 2-yə çevrilir. Yəni izotropil spirtinə. X maddəsinin səmərəli üsul adını yazın. Dimetil keton. Y maddəsinin ikinci karbon atomunun oksiləşmə dərəcəsi. Y yenə propanol 2-dir. 1, 2, 3. 2 nömrəli karbon. Burada karbon oksiləşmə dərəcəsini tapanda karbon və ona birləşənləri, digər karbon və ona birləşənlərin aidiyyatı yoxdur. CH-OH-ı ayrıca yazın və orada hidrogen müsbət 1, oksigen mənfi 2, müsbət 1. Cəm də 0 olacaq şəkildə baxsaz, karbon 0 qalacaq. Yəni ikincinin də cavabı 0 olacaq.
19-cu sual. Kalsium karbiden su ilə reaksiyasından asetilen və kalsium hidroksid alınır. Və indi kalsium hidroksid, Y kalsium hidroksid düşünsək, bu kalsium hidroksidlə reaksiyaya girməz. Deməli, Y asetilen. Asetilen də asetilenlə reaksiyasından vinil asetilen alındığı sizə deyilmişdir. Yəni Z vinil asetilen. X, Y, Z maddəsinin formulları. X kalsium hidroksiddir. Yəni budur. Y budur. Z də bu. Z-in molekulunda polyar kovalent rabitələrin sayı H sayı. Burada da 1, 2, o da 2. 4 H olduğu için 4 olacaq. 20-ci sual. Son sual. Propanol 2, propanol 1, CH3, CH2, CH2OH. Bu H xlorla reaksiya girdikdə HOH çıxması hesabına CH2, CH2 xlor, 1 xlor propan alınır. Bunun natrium OH spirtdə reaksiyasından. Spirt neyinirdi? Halogen sayğılar pi yaradırdı. Halogen və buradan H çıxarırdı. Halogen və H itirmiş karbonlar arasında bir 2 qat rabitə gəldi. Propen alınır. Propen də su ilə reaksiyasından Markovnikov qaydası CH propanol 2 alınır. Y-in molekuluna rabitə əmələ gəlməsində iştirak edən hibridləşməmiş orbitallar sayı. Y budur. Burada hibridləşməmiş orbitallar hidrogenlərdir. 3, 7 plus bir də xlor qeyri-hibriddir. P orbital 8. Pi rabitə olsaydı, pi rabitənin 2 qatını da burada üstünə gələrdi. Amma pi yoxdur. Və Z maddəsinin beynəlxalq nomenklatura ilə adı propanol 2 olacaq. Propanol 2. Bu da son sualın izahı idi. Ümid edirəm sizin üçün faydalı olacaq. Növbəti izahlarda görüşənədək sağ olun.